Onlayn iş var yoldaşlar, onlayn iş var. Mən sizə onlayn işlərdən bəhs etmək istəyirəm. Daha doğrusu işlərdən yox, işdən bəhs etmək istəyirəm. Bir dənədir. Amma digərlərini paylaşmışam kanalda, göz gəzdirə bilərsiniz. Deməli, bu yoldaşlar, bu iş 7 günlük bir işdir. Nə mənada? Yəni, həftənin hər günü işləyirsiniz. 1-ci, 5-ci günlər axşam saat 6-dan gecə 11-ə kimidir. 6-cı, 7-ci günlər isə səhər saat 9-dan axşam 6-ya kimidir. 1 saatdan nahar fasiləsi verir sizə. 250 manat verir yoldaşlar. Ödənişli təcrübə proqramıdır. Bu kimlərə sərf eləyə bilər? Hər hansısa bir işdə işləyir və əlavə qazanc qazanmaq istəyirsə, mənim üçün həmin şəxslər üçün bu möhtəşəmdir. Əlavə bir qazanc qazana bilər. Düzdür, çox da super möhtəşəm deyil, amma əlavə qazanc üçün sərf eləyə bilər. Ola bilsin, bəlkə də gələcək zamanda qaldırdılar əmək haqqılarınızı və yaxud da ola bilsin, orada bonuslar oldu. Adı üzərində təcrübə proqramıdır. Yəni, ola bilsin ki, başqa vədləri də oldu sizə. Bu, sizdən nə tələb edir bəs yaxşı yoldaşlar? Tələb edir ki, satış və ya müştəri xidməti sahəsində təcrübəniz olsun. Remote işləmək, yəni onlayn iş olduğuna görə də stabil bir internet bağlantınız olmalıdır və uyğun iş mühitiniz olmalıdır. Uyğun iş mühiti deyəndə nə deməkdir yoldaşlar? Gəlin, mən sizi izah edeyim, qeyd etməsələrdə belə. Bu deməkdir ki, yəni eviniz əgər bir otaqlı evdirsə və evinizdə də az yaşlı uşaq varsa, o da ağlayandısa və yaxud digər ailə üzvləriniz varsa, yəni evdə səs-küy olarsa, siz yəni belə deyim də uyğunsuz ola bilər. Ola bilər müştəri ilə danışmanız gələcək, amma siz gərək onda çıxasınız çölə, yox. Belə məqamları nəzərə alıb müraciət etmənizi tövsiyə edirəm. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapa bilmənizdə çətinlik çəkirsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz? Kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduğunuz sonra diqqət eləsəniz, kanala daxil olduğunuz sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.